Dostum, bugün də sənin ingilis dilində hansı səviyyədə olduğunu bugün təyin edəcəyik. Necə? O zaman ekrana yaxın əyləş. Bugün ingilis dilində mən danışacağım və sən isə məni haraya kimi başa düşürsənsə, demək sən o leveldasan və o səviyyədəsən ingilis dilində. O zaman başa düşdüyün yerləri haraya kimi başa düşmüsənsə, kommentariyada qeyd etməyi unutma. Bir məsələ nəzərinizə çatdırmaq istəyirəm dostlar. Mən YouTube və digər sosial şəbəkələrdə ingilis dili tədris edən kurslar və müəllimlər qarşıma çıxır. Adam ingilis dilində danışa bilmir. Ona ingilis dilində qrammatika öyrədirlər. Yəni, bizim də düzgün bilib, amma yanlış olan bir nöqtədir bu. Adam ingiliscə danışa bilmir, ona qrammatika öyrədirlər. Baxın, sizə bir misal çəkəcəm, bəsit bir misaldır. Baxın, biz hər birimiz 11-ci sinifə qədər, yəni 11 illik bizə Rus dili və yaxud da ingilis dili tədris olunub, düzdürmü? Hər hansı bir məktəblərdə adam Rusca danışa bilmir və yaxud da ingiliscə danışa bilmir. Gedir hər hansı bir Avropa ölkəsinə, 3 ay orada qalır, ingiliscə danışır. Niyedir bu səbəb? Çünki bizə düzgün metodikanı bəzi müəllimlər ingilis dilini öyrətmir və yaxud da başqa bir dillər öyrətmir düzgün metodikanı. Biz ancaq qrammatikanı yüklürlər deyə biz o zaman beyin götürmə qabiliyyəti var da hər beynin. Və o dolur, depo dolur və sən bundan imtina edirsən. Sənə ağır gəlir. Və biz ingiliscə danışan bir adama qrammatika öyrətmək lazımdır. Bizdə isə ancaq biz həm danışmağı, həm də eyni zamanda biz qrammatikanı tədris edirik. Yəni, sən hiss etmirsən qrammatikanı necə öyrənirsən. Amma sən danışırsan. Öncəliklə bizim də müəllimlərin, bir çox müəllimlərin ən zəif yeri odur ki, ilk öncə qrammatikanı tələbəni yorurlar, şagirdi yorurlar. Qrammatika olacaqsa, sən onu danışa bilməyəcəksən. Və ona görə də birinci danışmaq lazımdır ki, sonra qrammatika. Və sən də bu cür danışmaq istəyirsənsə, bizim dərslərimizə qoşula bilərsən. Və kanalımıza abunə olmağı unutma ki, bu kimi videoların davamı gəlsin. Keçək dərsimizə. Let's go. Dediyimiz kimi bugün test edəcəyik və sən hansı səviyyədə olduğunu kommentariyada qeyd etməyi unutma. I saw her in the park, or she smiled at me. I felt happy. We started talking every day, or slow. We became friends. She liked my cooks, and I like her smile. We spent more time together, and I started thinking about her a lot. She made my days better. One day she looked at me and stayed silent. At that moment, I realized I had feelings for her, but I was afraid to say it. Finally, to told her the truth, she smiled and said she felt the same way. At that moment, I understood that love is it, not only a word, but also courage. Thank you so much. Subscribe to канал, save and video.